Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve salatu vesselamu ala rasulina seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Şafi fikri dersimizə davam edirik. Müsənnif belə deyir: "Və amma men zala aqluhu." Kimin ağlına zaval gəlsə, yəni ağlı getsə, bi taaddin, həddini aşaraq, əv bi səbəbin muharramin və ya haram bir səbəblə. Əslində ikisinin də mənası eynidir. Yəni kim bir şey istifadə edər, nə olursa olsun, içki ola bilər, dərman ola bilər. Amma bu şəriətin icazə vermədiyi bir şeydir. Bunu istifadə edər və bu səbəblə də sərxoşluq meydana gələrsə və ya hər hansı bir şəkildə ağlın yox olmasına səbəbiyyət verərsə, mislu nə kimi? Tənavuli dəvain bi qeyri hacətin. Ehtiyac olmadan dərman istifadə etmisən. Əv şurbil muskiri və ya sərxoş edici hər hansı bir içkidən istifadə etmisən. O zaman fəyəcibu aleyhil qada'u izə əfəqa. Bu saydığımız şeylər ilə ağlı gedən şəxs sonra özünə gəldikdə namazlarını qəza etməlidir. Bu halda namaz qıla bilməz. Və kəzəl murtəddu izə əsləmə. Eyni zamanda mürtəd olan şəxs müsəlman olduqdan sonra mürtəd halında buraxdığı namazları qəza etməlidir. Xilafən lil əimməti thələthəti, digər 3 məzhəb imamına müxalif olaraq. Yəni buradan anlaşılan odur ki, onların görüşü bu görüş değildir. Qalə İmamunə Şafi'i rahimehullah. İmamımız İmam Şafii rahmetullahi aleyh belə deyir: "Əs-səkranu, sərxoş. Kimdir sərxoş? Mən ixtəllə kələmuhul mənzumu." Tərtibli, nizamlı kəlamına, sözünə, cümləsinə, danışığına xələl gələn şəxsdir. Yəni danışınca cümləni doğru qura bilmir. Bu şəxs sərxoş şəxsdir. Və bəhə bi sirrihil məktumi və danışdığı zaman da gizli sirlərini ortaya çıxaran şəxsdir. Sərxoş şəxs. Və qaləl ashabu, məzhəbimizin alimləri isə deyib ki, huvə ən təxtəllə əhvaluhu, halları eyni olmayan, halları düzgün olmayan şəxsdir. Fələ təntazimu əqvaluhu və əf'aluhu. Nə sözləri tərtibli, nizamlı, intizamlıdır, düzgündür, nə də feilləri, hərəkətləri. Və in kənə ləhu bəqiyyətu təmyizin və fəhmu kələmin. Hər nə qədər sağı solu bir-birindən ayıra bilsə də, hər nə qədər başqalarının sözlərini anlaya bilsə də, əgər sözləri və feilləri, əməlləri düzgün deyilsə, özünü tam idarə edə bilmirsə, o zaman bu sərxoş hökmündə olar. Fəəmmə mən hasala ləhu bi şurbil xamri nəşatun. Amma bir şəxs içki içdi. Sərxoş edici hər hansı bir içkini içdi və canlandı. Və hizzətun li dəbibil xamri. Və eyni zamanda bir silkələndi. Yəni bir elə bil ki özünə gəlmiş oldu. Niyə li dəbibil xamri? Çünki bu içki ona sirayət edib artıq. Yəni içki öz təsirini göstərməyə başlayır. Bu adam hərəkətlənməyə başlayır. وَلَكِنْ لَمْ يَسْتَوْلِ عَلَيْهِ بَعْدُ. Amma hələ içki tam olaraq ona hakim olmayıbsa, وَلَمْ يَخْتَلَّ شَيْءٌ مِنْ عَقْلِهِ, ağlına da hələ xələl gəlməyibsə, فَهُوَ فِي حُكْمِ الصَّاحِ. Bu sərxoş hökmündə deyildir. Oyaq hökmündədir. فَتَصِحُّ صَلَاتُهُ فِي هَذِهِ الْحَالِ. Bu halda onun namazı keçərlidir. وَلَا يَنْتَقِضُ وُضُوءُهُ. O bu içkini içib deyə onun dəst namazı pozulmaz. Elhamdülillahi Rabbil alemin. Estağfiruka ve atubu ileyk.